dilənçi pulu göndərsiz. Bu da təzə çamadır. Yazıblar ki, dövlətdən 111 manat mənə hədiyyə gəlibdi. Baxın, mənim tələbim var hal-hazırda. Çox ciddi tələblərim var dövlətdən. Çox ciddi və böyük tələblərim var. Ən birinci tələbim təbii ki, izah eləyirəm də, siz 120 min manat mənim bir məktəbimə zərər vurmuşsunuz, 87 min manat bir klinikama, 10 min manat bir klinikama, 8500 manat bir məktəbimə, bir də şəriklikdə bir dəfə açmışdım, hardasa bir 15 min manatı orada qoymuşdum. İndi o şərikliyinin yarı-yarı demirəm, mənə aid olanlar bu 4 dənə obyektdir. Təcili sürətdə mən onların qaytarılmasını dövlətdən tələb edirəm. Yəni bunlar olunsun. Olunmursa, yəni ki bu ödənişlər mənə qaytarılmasa, o zaman mən nazir postunu istəyirəm. Çünki mən çəkdiyim əziyyətlərə görə bunun bir bədəli olmalıdır. Arada bir gələn bu 111 manatlar, restorana gedirəm, meyvə hədiyyələri filan. Bu yəni sizin elədiyiniz pisliyin qarşılığı deyil. Və mən üzrləri qəbul eləmirəm. Ancaq yəni nazir postuna oturandan sonra hər şey düzələcək təbii ki. Çünki mən buna layiqəm. Belə. Yəni, başqa variant ola bilməz. Çox xahiş edirəm, yəni mən başqa situasiyalarla narahat eləməyin. Məsəl üçün, bir dənə də bir informasiya verim. Neçə vaxt uşağım məktəbə getmirdi oğlum. Heç bir nə Təhsil Naziri məktəbin silsivat eləmədi. Uşaq hardadır?